وقل رب زدني علما. Rabbil və salatu və salamu alə nəbiyyina Muhammed alə alihi və sahbihi ecmaîn, əmmə bə'd. Bəli. Bəzi şeyxlər ədəb mövzularında qeyd edir ki, yəni böyüklərlə oturan yerdə əllə görüşmək, yəni ədəbdən deyil. Bu hədisdən necə cəməlin olar? Deyir, bəzi şeyxlər deyirlər ki, oturan yerdə böyüklərlə görüşmək ədəbdən deyil. Onu bəzi hədislərlə cəm edək, ayaqüstə durmaq hədisinə. Ümumən, hörmət əlaməti olaraq durmaqda bir eyb yoxdur. Hörmət əlaməti olaraq, yəni durub böyüklə və yaxud da gələn insanla aleykümselam və rəhmətullah görüşməkdə heç bir eyb yoxdur. Əksinə, hörmət var orada, yəni orada ədəb var. Xüsusən, yaxşı olar ki, böyüklər gələndə yəni ayağa durub onlarla görüşülsün. Yəni, hətta misal üçün müdür gəlir, müdür. Və bəzən qardaşlar deyirlər ki, biz yalnız Allah üçün qiyamət günü ayağa duracağıq. Və təbii ki, belədir. Bu, təzim mənasındadır. Təzim, təabbud mənasındadır. Ya var ki, sən böyüyə hörmət edirsən. Yəni, təsəvvür et ki, müdür gəlir, sən oturmuşsan, hətta o sənə gəlib yanıma çatana qədər. Bu ədəbdən deyil axı. Gərək neyəsən, durasan, görüşəsən. Və həmçin böyük də elədir. Böyük də elədir. Yəni, böyük insan gəlir, sən oturursan ki, hətta oturan yerdə gözləyirsən ki, hətta o gəlib sən yavaş çatsın və görüşsün. Bir də var ki, sən məsciddə oturmuşsan, sübh namazından sonradır, sübhdən sonra oturmuşsan və sən yerindən tərpənmək istəmirsən. Onda üzü qibləyə sən, kimsə gəlib sənlə görüşərsə durmaya bilərsən. Heç olmasa ona tərəf biraz yayın. Yəni, sanki duran kimi elə özünü, hörmət elə ona. Yəni, bu ədəbdəndir, yəni. Problem yoxdur burada. Yəni, bəzi hədislər təzim mənasında qadağa gəlib, aydındır. Amma ayağa durmaq, görüşmək bu ədəbdəndir. Xüsusən şeyxlərə, xüsusən ağsaqqallara, xüsusən insana dərs deyən müəllimlər, yəni məktəbdə olsun, digər yerdə olsun. Əgər məktəbdə insana kimsə müəllim dərs deyərsə, o müəllimin hörmətini saxlamalıdır. Çünki o müəllim ən azından ona nəsə elm öyrədir. İstəyir coğrafiya olsun, istəyir fizika olsun, istəyir biologiya olsun, hər hansı bir elm olsun. Çünki bu elmlər ümumən şəriət tərəfindən məmduhdur, təriflənir. Çünki Allah Teala elmi tərifləyib. Təbii ki, əsas elm, Allahın sevdiyi və o elmə bərəkət qoyduğu elm, şəriət elmi olsa da, hansı ki, bütün məxluqat onun üçün yaranıb, o da Allahı tanımaqdır, Allahın dinini bilməkdir, Allahın dinində bəsirət sahibi olmaqdır. Amma o birisi elmlər də nədir? Təriflənər. Hətta o birisi elmlərin hökmü nə idi? Biz götürmüşdük bu dərsdə, Minhəcül Qasidin dərslərində. Fardu kifayədir. Yəni, vacibdir. Əgər bir toplumun içərisində o elmlərdən yəni, müəyyən qədər insan, kifayət edəcək qədər insan öyrənməsə, o toplum hamısı günah daşıyır. O toplum günah daşıyır. Çünki toplumun həkimə ehtiyacı var, mühəndisə ehtiyacı var, müəllimə ehtiyacı var və digər sahələrə ehtiyacı var. Ona görə o sahələri yerinə yetirəcək qədər insan, kifayət qədər insan olmasa, toplum günah daşıyır. Çünki yəni, bu həyat nizamlanıb. O nizamı düzgün aparmaq lazımdır. Aydındır? Belə. Allahu aləm. Necə? Və təbii ki, hər kəs öz işində Allahın dinini fikirləşməlidir. Çünki bütün işlərin axırı Allahadır. Yəni, bütün işlərin aqibəti Allaha qayıdacaq. Ona görə insan hansı peşə sahibi olur olsun, gərək o peşəsi ilə Allahın dinini düşünsün. Yəni, insanların, çünki insanların axırı haradır? Ölüm ya cənnət ya cəhənnəm. Yəni, sən necə razı ola bilərsən ki, insanlar cəhənnəmə düşsün? Ona görə hansı işdə olursan ol, insanları çəkindir cəhənnəm yolundan. Və onları cənnət yoluna yönət. Onları salih əməllərə dəvət et. Xeyir işlərə, əxlaqa, ədəbə, təvhidə, yalnız Allaha ibadət edib, ona heç bir şey şərik qoşmamağa dəvət etmək lazım insanları. Yəni, hər bir kəs bunu düşünməlidir. Hər bir peşə sahibi. Ona görə hər bir müsəlmanda bir fikirləşəcək yer olmalıdır ki, mən görəsən Allahın dini üçün nə etmişəm? Mən bugün Allahın dini üçün nə etmişəm yəni? Yəni, etdiyimiz, qazandığımız pullardır, gördüyümüz işlərdir, övladlarımızdır və s. Bunlar bizim üçün ola bilər. Mesela Allah üçün nə oldu? Allah üçün nə elədim? Allah üçün etmək, Allahın yoluna dəvət etməkdir.
İnsanlara Allahın dinini çatdırmaqdır. Yəni, bu insan hər gün özünə sual verməli və dua etməlidir. Deməlidir ki, Allahım məni sənin qulların üçün faydalı insanlardan et. Faydalı, xeyirli insanlardan et. Yəni, bu dua bizim duamızın bir hissəsi, bir virdi olmalıdır. Ki biz Allaha dua etməyik, Allahım məni insanlar üçün xeyirli bir insan et, faydalı bir insan et. Belə. Çünki bütün peyğəmbərlər öz qövmləri üçün ən xeyirli, ən faydalı insanlar olublar. Onları ən gözəl əxlaqlara dəvət ediblər, onları ən çirkin işlərdən çəkindiriblər. Onların başında nə gəlir? Tövhid. Yalnız Allaha ibadət etmək və ona heç bir şey şərik qoşmamaq. Sonra valideynlərə yaxşılıq etmək, zina etməmək, oğurluq etməmək, zülm etməmək, haqsız yerə mal yeməmək, yetimin malını yeməmək və digər günahlar, yəni qonşunun namusundan, irzindən uzaq qalmaq. Və xüsusən nəyə görə qonşu ağır gəlib? Çünki insan qonşularla tez-tez görüşür, ona görə. Yəni başqalarına olan günah birdirsə, qonşu ilə olan günah 10 qat artıqdır. 10 qat artıq şəriət 10 qat artıq yazıb bunu. Ona görə insan çəkinməlidir. Münkər əməllərdən, şər əməllərdən. Allahu aləm. Buyur, Talib. Elə bir sual dəlilər üçün qəbir əzabı gəlir. Yəni dəli insanlar üçün, yəni məzunlar üçün, ruhi xəstələr üçün və uşaqlar üçün və həmçinin haqq çatmayan insanlar üçün. Necə ki Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, onlar üçün qiyamət günü yenidən imtahan olunacaq. Yenidən imtahan olunacaq onlar. Yəni onlar üçün od qalınacaq, od. Onların imtahanı qısa və ağır olacaq. Çünki onlar biri var uzun həyat yaşasın, yəni bu həyat imtahanlarından keçsin. Amma onların imtahanı qısa və nə olacaq? Ağır olacaq. Bu da aiddir kimə? Hədisdə gəlib. Bəzi rəvayətlərdə uşaqlar da keçir. Uşaqlar, məcnunlar, bir rəvayətdə racul əhmaq gəlib. Yəni əhmaq, yəni ağlı zəif olan. Ağlı zəif olan kişi. Hansı ki mükəlləf deyil. Görsən ki, başa düşmür, deyirsən, namaz bilmir, oruç bilmir, niyyəti başa düşmür. Belə. Və belə insanların çoxu vaxtı öz xeyrini istəməsi, onun ağlının işləməsi demək deyil. Çünki heyvan da öz nədir? Öz xeyri üçün çalışır. İstəyir ki, özünə xeyir olsun, yığır nəsə. Amma o demək deyil ki, onun ağlı tam sabitdir, kamildir və yaxud da o başa düşür, xeyr. Ona görə bunlar üçün həmçinin üçüncü kəslər odur ki, fətrat əhli. Fətrat əhli deyəndə özünü İslama nisbət edən kəslər aid deyil buna. Yəni, burada çoxları qarışdırır məsələni. Görsən, özünü İslama nisbət edənlər də fətrat əhli deyir. Bəzi alimlər ola bilər deyiblər fətrat əhli, hansı ki müsəlmanlardan haqq çatmayan kəslərə. Yəni, bunlar o fətrat əhli hökmdə deyil. Bu, lə müşəhətə fil islah babından deyir. Yəni, kim bu dəlilləri yaxşı araşdırsa görər. Ya ki, fətrat əhli kafirlərdən, qeyri-müsəlmanlardan haqq çatmayan insanlardır. Bu insanları da dünyada təyin etmək mümkün deyil. Yəni, təyin etmək mümkün deyil dünyada. Yəni, bu insanların axirətdədir. Yəni, biz hər hansısa bir qeyri-müsəlman görsək, o ilə nə müamilə edəcək? Kafir, müşrik müamiləsi. Yəni, qeyri-müsəlman. Yəni, ölsə canazası qılınmır, yunmur, kəfənlənmir, müsəlman qəbristanlığa dəfn olunmur. Yəni, qeyri-müsəlmanlara nisbət olunan kəs. Aydındır? Amma müsəlman dininə, İslam dininə nisbət olunan, mən müsəlmanam deyən, şəhadət gətirən insana, yəni fətrat əhli demək düzgün deyil. Bu böyük xatadır, yəni bu məsələni düzgün başa düşməməkdən irəli gəlir. Aydındır məsələ. Amma qəbir əzabı onlara, qəbir əzabı olmayacaq. Yox. Qəbir əzabı olmayacaq. Vallahu aləm. Çünki yəni əgər insan mükəlləf deyilsə, Allah Teala nə deyir ki, deməli Allah azza cəllə ki, rusulən mübəşşirin və munzirin ləəllə yəkunə linnəs aləllah hüccətun ba'də rusul. Yəni, "Mə kunnə muəzzibin həttə nəb'əsə rasulə." Deyir, biz rasullar göndərmişik, müjdələyən, xəbərdar edən ki, insanların Allaha olan nəyi qalmasın, bəhanəsi qalmasın. Deməli, insana çatmayıbsa, ona əzab olunmayacaq. Və həmçinin Allah Teala deyir ki, "Və mə kunnə muəzzibin." Biz əzab vermərik hətta nəb'əsə rasulə. Hətta deyir, rasul göndərməmiş, haqqı izah etməmiş.
Deməli insana haqq çatmayıbsa, xüsusən ağlı yoxdur insanın. Necə əzab olunsun? O ma kunna muazibin. Yəni biz əzab vermərik. Aydındır? Allahu aləm. Əmin ecmaîn.